Bu xəbərin dəhşətindən xeyli özümə gələ bilmədim. Məsələ burasındadır ki, anestezioloq xəstələrini, xüsusilə də hamilə qadınları tamamilə narkoz vəziyyətində olarkən zorlayıb. Bu skandal xəbər haqqında birazdan danışacaq. İndi isə mən hamınızı salamlayıram. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Övlad sevincdir. 2 övlad 2 qat sevincdir. Bəs görəsən 3 əmləri olan valideynlər 3 qat sevinə biliblər. Axı bunun məsuliyyəti və öhdəliyi dəhşətli dərəcədə çoxdur. Ölkəmizdə nə qədər 3 əmdə olub bilmək istəyirsinizsə, xəbərə baxın. Bu ilin ilk 5 ayında 42 3M doğulub. Cari ilin yanvar-aprel aylarında ölkədə 31462 körpə doğulub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə sözü gedən göstərici azalaraq ondan 9,4-ə düşüb. Məlumata görə doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,4%, qız uşaqlarının xüsusi çəkisi isə 46,6% olub. Bu ilin yanvar-aprel aylarında ölkədə 20.535 ölüm halı qeydə alınıb ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,2-dən 6,1-ə düşüb. Həmçinin ilin ilk 5 ayında doğulan körpələrdən 1000-i əkiz, 42-si isə 3M olub deyə məlumatda bildirilib. Biz həkimlərə canımıza etibar edirik və təsəvvür eləyin ki, tamamilə özümüzdə olmayanda, narkoz altında olarkən bu həkimlər bizdən sui-istifadə edirlər. Bu çox dəhşətli bir haldır. Xəbəri eşidəndə kifayət qədər həm təəccübləndim, həm də qəzəbləndim. Necə ola bilir ki, başqalarının həyatını qorumağa and içən biri o həyatı bu dərəcədə istifadə edə bilər? Bu barədə bütün dünya danışır hazırda. Biz də bilməliyik, mənə elə gəlir. Ona görə də xəbəri sizinlə paylaşırıq. Həkim anestezioloq narkoz altındakı qadınlara təcavüz edib. Braziliyada şok hadisə baş verib. Anestezioloq həkim hamilə qadınlar qeysəriyyə əməliyyatı zamanı narkoz altında olarkən təcavüz etdiyi üçün 30 il müddətinə azadlıqdan məhrum edilib. Cinayətlər birbaşa əməliyyat otaqlarında baş verib. Zərər çəkmiş qadınlar narkozun təsiri altında tam şüursuz vəziyyətdə olub. Həkimin qəribə davranışları tibb personalının şübhələnməsinə səbəb olub. Onlar əməliyyat otağına gizli kamera yerləşdirib və məhz həmin kameradan əldə olunan görüntülər məhkəmədə əsas sübut kimi təqdim olunub. Məhkəmənin qərarına əsasən həkim tibbi fəaliyyət hüququndan məhrum edilib, o hər zərər çəkmişə mənəvi ziyana görə 50.000 Braziliya realı, təxminən 16.000 manat təzminat ödəməyə məhkum olunub. Bu hadisə Braziliya cəmiyyətində geniş rezonans doğurub və xəstəxanalarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı çağırışlara səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, tibb bacılarının sayı getdikcə azalır və çatışmazlıqlar çoxalmaqdadır. Bu isə ona görədir ki, onların maaşı azdır, işləri isə çox ağır. Amma buna necə çarə tapıblar? Tayvanda süni tibb bacıları robotlar istifadəyə verilib və artıq bu tibb bacıları insanlara dəstək, kömək olacaq. Həm də ödənişsiz. Tayvanda Nurabot adlı robot tibb bacısı işə başlayıb. Dünyanın bir çox xəstəxanasında tibb işçilərinin çatışmazlığı getdikcə daha da kəskinləşir. Bu problemə yenilikçi texnologiyalarla cavab verən Tayvan dövləti artıq Nurabot adlı ilk robot tibb bacısını istifadəyə verib. O nə yorulur, nə məzuniyyət götürür, nə də iş saatlarından şikayət eləyir. Bu süni intellektə təchiz edilmiş robot xəstələrə dərman paylayır, onları ziyarət edir və hətta müxtəlif şöbələr arasında müşayiət edir. Məlumata görə Nurabotun fəaliyyəti tibb personalının üzərindəki yükü təxminən 1/3 nisbətində azaldıb. Gələcəkdə dünyanın digər ölkələrinin də bu ağıllı tibb bacısını tətbiq etməsi gözlənilir. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına görə 2030-cu ilə qədər dünyada təxminən 4,5 milyon tibb bacısı çatışmayacaq. Bunun əsas səbəbləri kimi iş şəraitinin ağırlığı, maaşların azlığı göstərilir. Övladınız bubble tea içirsə, bu xəbəri diqqətlə izləyin. Məsələ burasındadır ki, 20 yaşında qızın böyrəyindən 300 daş çıxarılıb. Səbəb isə bilirsiniz nədir? Bubble tea-yə aludə olmağı.
Bubble tea fanatının böyrəyində 300 daş aşkarlanıb. Tayvanda həkimlər 20 yaşlı bir qızın böyrəklərində 300-dən çox daş aşkarlayıb. Qız bir il ərzində adi su içmədiyini, onun yerinə yalnız bubble tea, meyvə şirələri və alkoqollu içkilər istehlak etdiyini bildirib. Nəticədə o, yüksək hərarət və bel nahiyəsində şiddətli ağrılarla xəstəxanaya müraciət edib. Aparılan kompüter tomoqrafiyası nəticəsində onun böyrəklərində ölçüsü 5 mm-dən 2 sm-ə qədər olan yüzlərlə daş aşkarlanıb. Həkimlər dərhal əməliyyat edərək daşları orqanizmdən çıxarıb. Mütəxəssislər xəbərdarlıq edir ki, xüsusilə yaz və yay aylarında susuz qalmaq böyrək daşlarının yaranma riskini artırır. Adi suyun qazlı və şəkərli içkilərlə əvəzlənməsi sidiyin daha konsentrasiyalı olmasına gətirib çıxarır. Bu isə orqanizmdə duzların kristallaşmasına və nəticədə böyrək daşlarının əmələ gəlməsinə səbəb olur. Dişləri fırçalamamaq ürəyə ziyandır. Bunu alimlər iddia edirlər. Bəziləri də deyirlər ki, tam əksinə, dişləri fırçalamaq ziyandır. Kimə inanaq bilmirəm, amma məhz ürəyə nəyə görə ziyandır, bunu kəşf edən və bunun tədqiqatını aparan alimlərin xəbərini diqqətinizə çatdırıram. Dişləri fırçalamamaq ürək xəstəliklərinə səbəb olur. Yatmazdan əvvəl dişlərinizi fırçalamamaq sadəcə təmiz ağız üçün deyil, ümumi sağlamlığınız üçün də son dərəcə vacibdir. Mütəxəssislərin fikrincə hər gecə insanın ağız boşluğu zərərli bakteriyalar üçün ideal bir mühitə çevrilir. Xüsusən də ağız gigiyenasına düzgün əməl etmədikdə. Gecə saatlarında orqanizm daha az tüpürcək ifraz edir və bu da ağızda yığılan bakteriyaların yuyulmasını çətinləşdirir. Nəticədə dişlərin və diş ətlərinin səthində bakterial təbəqə əmələ gəlir. Bu bakteriyalar yalnız ağız boşluğuna deyil, ümumilikdə orqanizmə də zərər verə bilər. Ağız boşluğundakı bakteriyalar qan dövranına daxil olaraq damar divarlarına iltihab yaradır. Bu isə bir sıra ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Qeyd edək ki, gündə ən az 2 dəfə səhər və axşam dişləri təmizləmək həkimlər tərəfindən tövsiyə olunur. Yastığınızdakı bakteriyaların sayı ayaq yolunda olandan çoxdur. Bunu bilirdinizmi? Düzünü deyim, heç mən də bilmirdim. Çox maraqlı xəbərdir, izləyək. Yastığınız tualetdən daha çirklidir. Aparılan tədqiqatlar göstərir ki, yuyulmamış yastıq üzləri tualet oturacaqlarından 17 dəfə daha çox bakteriya daşıyır. Amerosleep adlı yataq və döşək şirkətinin apardığı araşdırmada iştirakçılara 4 həftə ərzində yataq dəstlərini yumaq tapşırılıb. Nəticələr olduqca təəccüblü olub. Bir həftə sonra yastıq örtüklərində təxminən 3 milyon bakteriya aşkarlanıb. Bu, ortalama tualet oturacağından 17 min dəfə çoxdur. 4 həftə sonra isə yastıq üzlərində 12 milyondan çox bakteriya tapılıb. Bu, ev heyvanlarının yem qablarından 39 dəfə, diş fırçası tutacaqlarından isə 5 dəfə daha çoxdur. Mütəxəssislər yastıq üzlərinin həftədə bir dəfə yuyulmasını, makiyajla yatmamağı və saçınızı yatmazdan əvvəl qurutmağı, yastıq üzlərini yuyarkən isti su və uyğun yuyucu vasitələrdən istifadə etməyi, yastıqları isə hər 1-2 ildən bir dəyişməyi tövsiyə edir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.